sərxoş halda ondan ayrılan həyat yoldaşına mahnı oxuyan Stromae'nin bu klipinin hekayəsini bilmədiyinizə əminəm. Alors Son Dans mahnısının ifaçısı Stromae bir benzin stansiyasında yemək yeyir və bir nəfər ona yaxınlaşaraq çəkməyə başlayır. Sənin kimi bir ulus Fiat 5000 sürür, güya pulun yoxdur, bizim üçün bir Alors Son Dans oxu kimi fikirlər deyirlər. Stromae isə yemək yediyini, bunu edə bilməyəcəyini deyir və onlardan çəkməməklərini xahiş edir. Amma nəticədə bu video sosial şəbəkələrdə yayılır və hamı Stromae'dən onun ucuz maşınından və adi yeməyindən danışır. Bundan qısa bir müddət sonra Stromae haqqında daha maraqlı bir xəbər yayılır. O, sərxoş vəziyyətdə Brüssel küçələrində mahnı oxumuş, yerə yıxılmış və hətta insanları narahat etmişdir. Və bu xəbərdən bir neçə gün sonra Stromae'nin bu klipi yayımlanır. Əgər insanlar skandal görmək istəyirlərsə, onlara daha artığını göstərəcəm deyir və gizli şəkildə qurulan 7 kamera ilə bu əfsanəvi video hazırlanır. İnsanlara görmək istədiyindən daha artığını vermiş olan Stromae'nin bu klipi həmin il Fransanın ən yaxşı klip mükafatı ilə yanaşı bir çox fərqli mükafatlara da layiq görülür. Mahnıda isə ondan ayrılan həyat yoldaşına olan sevgisindən elə küçədən keçən insanlara danışır. Sən çox gözəl idin, mən isə çox acınacaqlı idim. Ümumiyyətlə heç bir mahnısının sözləri boş, heç bir klipin mənası olmayan Stromae haqqında deyiləcək bir çox fikirlər var. Amma bu gün danışmaq istədiklərim bu qədər idi. Öz fikirlərinizi rəylərdə bildirməyi unutmayın. Hələlik.